Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bugün sizə 2-ci ay sonu sınavının 9-cu siniflər üçün olan versiyasını izah eləyəcəm. Başlayaq birinci sualımızdan. ABD bucağı SBD bucağından 6 dəfə böyükdür. Biz o bucağı bilmədiyimizə görə x və 6x-dan işarə eləyirik və onların cəmi 140-dır. 7x 140 dərəcədirsə, x 20 dərəcədir. Bizdən SBD bucağını istəyir, yəni 20-ni. 2 vurulsun əkob 105 və 35. 105 35-in bölünənidir, yəni 35 105-in bölünənidir. Biri digərinin böləni olduğu zaman əkob onlardan böyüyünə, əbob isə onlardan balacasına bərabərdir. O zaman x vurulsun 35 bərabərdir 154-ə. 15-dən 105 ixtisar olunacaq 7, 7 vur 2 14. 35 vurulsun x bərabərdir 154 çıxılsın 14-ə. Yəni 140-a. 140-ı da 35-ə bölsək, o da eləyəcək 4. 40% 20 litr spirt məhluluna maddəmizi tapaq nə qədərdir? 20 litrdə 40% varsa, deməli bizim 8 litrimiz maddədir. Nə qədər su əlavə eləmək lazımdır ki, maddə həmişə aşağıda yazılır. Məhlul həmişə aşağıda. Nə qədər su əlavə eləmək lazımdır bilmirik. 10%li məhlul alınsın. Su yalnız məhlula əlavə olunur. İxtisar eləsək 100-dən 10-u eləyəcək 10-da 1. Çarpaz vursaq 20 topla x bərabərdir 80-a, x da bərabərdir 60-a. 4 nömrəli sualda deməli bizə A, B və C çoxluqları verilib. İlk əvvəl A ilə B-ni birləşdirək. 1, 2, 3, 4, 6, 7, 8, 10 və C çoxluğu ilə kəsişdirək. A ilə B-nin birləşməsində olub C-də olmayan çoxluq, C-də ortaq olan çoxluq var. 1, 7 və 8 olacaq. O da eləyir A bəndi. Düz bucaqlının enini 30% azaltsaq 70% qalır. Uzunluğunu 60% artırsaq 160% olur. 70 160-a vurub 100-ə bölsək eləyəcək 7 vur 16, o da eləyəcək 112%. O da 12% artım deməkdir. Y bəndi. Düz mütənativ kəmiyyətlərdə nisbət həmişə sabit qalır. 6 böl 4 bərabərdir 12 böl A-ya. O zaman A 8-dir. 10 böl B-yə bərabərdirsə, o zaman tapsaq ixtisar eləyək 2, 3. O da bərabərdir 3 bölünsün 2. 10 bölünsün B-dirsə, burada 10 böl B yox, B böl 10 yazmalıydıq. Çünki y-i x-a bölmüşük. O zaman B böl 10, 3 böl 2 B böl 10'dursa 2B 30, B 15 olacaq. 15 ilə də 8-in cəmi 23. Modul varsa birinci növbədə işarə təyin eləmək lazımdır. 4 kök altı 16'dır. Kök altı 16'dan kök altı 17'ni çıxsaq işarə mənfi. 6 kök altı 36'dır. 36'dan 17'ni çıxanda işarə müsbət. Deməli, birincisi çıxacaq əks işarə ilə, ikincisi çıxacaq olduğu kimi. İslahlarımızı eləyək. 6'dan da 4 çıxanda 2. B bəndi. Müqayisə elədiyimiz zaman ən səmərəli üsulu seçməliyik. Bu misal üçün ən səmərəli yol məxrəclərin eyniləşdirilməsidir. Hər 3 kəsirin məxrəcini 21-ə gətirək. 21-də 14, 21-də 3-ə vursaq 15, 21-də 13. Müqayisə görünür. Ən kiçiyi C, sonra A, sonra B. AB parçası üzərində D nöqtəsi qeyd olunmuşdur. A və B parçasının üzərində D nöqtəsi qeyd olunmuşdur. DB parçası üzərində də C nöqtəsi qeyd olunub. A-dan C-yə qədər olan məsafə 22-dir. D-dən B-yə qədər olan məsafə 14-dür. A-dan B-yə qədər olan məsafə 30 olarsa, onda burada düşəcək 8. Bura 8-dirsə, bu da 6. DZ-ni soruşurdu. 6 santim. 2, 3 A-nın 3'ə tam bölündüyünü bilərək A-nın ala biləcəyi qiymətlərin cəmini tapın.
Rəqəmlərin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. Rəqəmlərimizin cəmi 5, 5-in üzərinə nə gəlsək 3-ə bölünər. 1, 4 və 7. O zaman bu rəqəmlərin cəmi də eləyəcək 7 üstəgəl 5, 12. Bu ədədlərin tam hissələrinin cəmini tapın. -5,3-ün tam hissəsi, ondan solda duran ilk tam ədəd -6, 3,4-ün tam hissəsi 3, -6,7-nin tam hissəsi -7, 2,8-in tam hissəsi isə 2-dir. Deməli, bu ədədlərin cəmi isə olacaqdır -13 üstəgəl 5, o da eləyəcək -8. 24 və 20 ədədlərinin sadə vuruqları Euler Venn diaqramında verilib. Deməli, 24 və 20-ni sadə vuruqlara ayıracağıq. 24-ümüz olacaqdır 2 üstü 3 vur 3, 20-miz isə olacaqdır 2 üstü 2 vurulsun 5. Ortaq hər ikisinin sadə vuruğu 2 dənə 2-dir. Deməli, ona uyğun variantda C bəndi var yalnız. Dövrə onluq kəsri adi kəsrə çevirin. Tam hissə 1, dövrə qədər 3, dövrədən 5. Bunu da adi kəsrə çevirsək, mötərizənin içərisindəki rəqəm sayı qədər 9, mötərizənin çölündəki rəqəm sayı qədər 0. Ədədi vergüldən sonra bütöv götürürük. 35-dən də 3 çıxanda 32. İxtisar eləyəndə 2-yə 16, 2-yə 45. Düzgün olmayan kəsrə çevirsək, 45-in üstünə də 16 gələndə eləyəcək 61. A bəndi. 14 nömrəli sual. X, Y və Z uyğun olaraq 5, 7 və 11 ədədləri ilə düz mütənasibdir. X-a 5K, Y-a 7K, Z-ə isə 11K düşəcək. X-la Y-ın cəmi 13, X-la Y-ın cəmi 12K 24-dürsə, K 2-dir. Z isə 11 vur 2, 22-yə bərabərdir. 15 nömrəli sual köməkçi həndəsi düsturdur. Biz bilirik ki, bu şəklə görə 55, 20 və alfanın cəmidir. O zaman alfada 35 dərəcə olacaq. 7-də 29-un tam hissəsi 4 tam 7-də 1-dir. Tam hissəmiz 4-dür. Kök altda 43-ün tam hissəsi isə kök altda 43-dən təxmini çıxacaqdır. 6 tam neçəsə, tam hissədə doxunda özündən solda duran birinci ədəddir 6. 4 və 6-nın da cəmi eləyəcək 10. Bir fəhlə işi, bir işi fəhlə 12 fəhlə 8 günə, 4 fəhlə qoşulsa 16 fəhlə eləyəcək x günə. Biz bilirik ki, fəhlə məsələləri tərs mütənasibdir və qarşı-qarşıya vurulur. 16 vur x bərabərdir 12 vur 8-ə. X də eləyəcək 12 vur 8 böl 16-ya, ixtisar eləsək 6-ya. Cavab eləyəcək 6. M ədədinin 20%, M vurulsun 20, N ədədinin 50%-nə böl 100-lər ixtisar olunacaq. Yazmağa belə gərək yoxdur. Gəlin silək, yerimiz yoxdur çünki. O zaman buradan hər tərəfi 10-a bölsək 2M 5N-ə bərabərdir. M-ə 5K düşür, N-ə 2K düşəcək. Bu ədədlərin cəmi 5K-dır və 35-dir. K da 7-dir. Mənə deyir ki, M-i tapın. M də 5 vur 7 da eləyəcək 35. Bizə verilən şəkil uyğun tərəfləri perpendikulyar olan bucaqlardır və biri iti, biri kör olduğuna görə onların cəmi 180 dərəcədir. 3x çıxılsın 20, 5x çıxılsın 40 bərabərdir 180-a. 8x bərabərdir 240-a, x da 30-a. Bizdən də x-i soruşurdu 30 dərəcə. 20 nömrəli sualda əvvəlcə dövrü kəsri keçirək. 900-də 416 çıxılsın 41. 416-dan da 41-i çıxsaq eləyəcək 416 çıxılsın 41. O da 900-də eləyəcək 5, 7, 375. 375 və 900-ün hər ikisini 25-ə bölə bilərik. 900-ü 25-ə böləndə eləyəcək 36. 375-i də isə 25-ə böləndə eləyəcək 15. 36 və 15 3-ə bölünür. 3-ə böləndə 5, 3-ə böləndə 12. 12-də 5-i 24-ə vururuq, eləyir 10. Bu hissənin cavabı 10-dur. Gəlin buranı tapaq. 3-də 10 vur 10-da 3. İxtisar elədik 1.
10 çıx 1 isə eləyədi nə? 3. Surətimiz 3-dür. Keçdik məxrəcə. Deməli, məxrəcdə 3-ü vurduq 5-ə, 15 üstünə 1 gəldik, 16, 8-də də 3. İxtisar elədik, 2 üstə gəl. 10-da 4 vurulsun, 2-də 5. 2 ilə bu getdi. Qaldı 1, 2 topla 1. O da eləyəcək 3. Yuxarıda 10 çıx 1, 9 eləyir, əstağfirullah. Məxrəcdə də 3. 9-u da 3-ə böləndə eləyəcək 3. Burada 10 çıx 1, 3. Çaşıb 10 çıx 1-ə 3 deyirəm. Ümumi cavabı demək istəyirdim. İndi isə keçirik 21 nömrəli suala. Əkob AB üstəgəl Əbob AB-ni soruşur. Əkob burada verilən bütün vuruqların hasilidir. Əbob yalnız ortadakıdır. Uşaqlar Venn diaqramında belə olur. O zaman əkobumuz 2 vur, 3 vur, 5 vur, 7-dir. Bu da eləyəcək 210. Əbobumuz da 5. 210 üstəgəl 5 də 215. Kök 6, o kök 11 üstəgəl 6 ədədinin kəsir hissəsini tapmaq üçün 3 tam neçənin üstünə 6 gələndə eləyəcək 9 tam neçəsə, 9 tam neçədənsə solda duran ilk ədəd 9-dur. O zaman ədədin özündən çıxırıq tam hissəni. Eləyir kök 11 çıx 3. Kök 11 çıx 3-ü də kök 11 topla 3-ə vurmağımızı istəyir. Qoşma ədədlərdir. Kök 11-in kvadratı çıxılsın 3-ün kvadratı. 11 çıxılsın 9 bərabərdir 3-ə. 2-yə. Dərzi birinci gün parçanın 4də 1 hissəsini. 4də 1 hissə 25%dir. İkinci gün isə qalanının 60%. 75%-in 60%-ni tapaq. 25-ə 4, 25-ə 3. 4 ilə də 15 getdi, 15, 3 vur 15, 45. Deməli, birinci gün 25, ikinci gün 45. Bütövlükdə 70% istifadə edib, istifadə olunmayan 30%-dir. 2A üstü, 2 üstü A vur, 4 üstü B. 2 üstü A vurulsun, 2 üstü 2B. Əsaslar eynidirsə üstlər toplanılır, A topla 2B. Natural bölənlərinin sayı sadəcə bir qüvvət olduğuna görə, bir vuruq olduğuna görə 2B üstə gəl A topla 1 bərabərdir 42-yə. 2B üstə gəl A bərabərdir 41-ə. A topla B də bərabərdir 21-ə. Tərəf-tərəfə çıxsaq, A'lar islah olundu, B də bərabərdir 20-yə, A da bərabərdir 1-ə. Qalacaq. Bölən 14, qismət 28, qalıq 8-dir. A bölünsün 14, 28, qalıq da 8 olacaq. A da bərabərdir 28 vurulsun 14 üstə gəlinsin 8. 28-i 14-ə vuracağıq uşaqlar və üzərinə gələcəyik 8-i. Eləyəcək 392 üstə gəl 8, 400. Qismət, yəni 28 bölünəndən neçə faiz azdır deyəndə 28-i 400-ə bölüb 100-ə vuracağıq. 100-lər getdi 7%. 7% 93% azdır deməkdir. 93% azdır.